Fatihə surəsi 3-cü ayə. Ər-Rahmanir-Rahim. Ayənin tərcüməsi. Rəhman və Rəhim olana, ümumi və xüsusi rəhməti hamını əhatə edən Allah. Ayənin təfsiri. Ər-Rahman və Ər-Rahim sözlərinin mənası, habelə aralarındakı fərq haqqında Bismillahirrahmanirrahim ayəsinin təfsirindən danışarkən ətraflı məlumat verdiyimiz üçün daha burada əlavə şərhlərə ehtiyac yoxdur. Yalnız onu deyə bilərik ki, Allahın ən önəmli sifətlərindən olan bu iki sifət gündəlik namazlarda ən azından 60 dəfə təkrar edilir. Bu da o deməkdir ki, Allahı 60 dəfə Rəhman, mərhəmətli və Rəhim, mehriban sifətləri ilə vəsf edirik. Bu əslində insanlar üçün gözəl bir dərsdir ki, həyatda özlərini ilahi əxlaq ilə saflaşdırsınlar. Üstəlik bu sifətlər bizə xatırladır ki, əgər biz özümüzü Allahın həqiqi bəndələri hesab ediriksə, onun zavallı qullarına qarşı rəhimsiz davranan, quldarlar kimi davranacağını əsla düşünməməliyik. Quldarlıq tarixinə nəzər saldıqda görürük ki, qullar öz sahiblərinin əmrindən çıxdıqda və ya üzərinə düşən işi layiqincə yerinə yetirmədikdə, sahibləri tərəfindən olduqca sərt cəzalara məruz qalır, şallaqla döyülür, zəncirlə əl-qolu bağlanır, qorxunc zindanlara atılırmışlar. Məhkum edilmiş qullar yırtıcı heyvanların qəfəsinə atılırmış. Əgər təsadüfən heyvanı öldürüb sağ qalsaydı, qəfəsə ikinci heyvan buraxırmışlar. Albert Malinin tarixi, cild 1, səhifə 150. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.